Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, 142 marşrudundan 20 metr, 30 metr məsafədə şəxsi inşa olunmuş 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında bütün məlumatlarını siz nəzərinizə çatdıracağım. Hörmətli izləyicilər, nəzərinizə çatdıran bu ev, demək, Xırdalan quruğundan Binəqədi sentralına gedən yoldan üstəli hündür tərəfdədir, sol hissədə. Demək, 142 marşrut işləyir, düz onun 20 metrlik məsafəsində yerləşir. Demək olar, qapının ağzına qədər asfalt olan ərazidir, marketlərə, məktəblərə yaxın olan ərazidə yerləşir. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Ev sahibi özünə şəxsi inşələtdirib, fundamenti, kəmərləri vırılıb, 8-9 daş kürsüdə, 10 daş kürsüdə inşa olunub. Bu hissəsi qaraj hissədir, sadəcə ev sahibi buradan bağlayıb, evin soyuğun qabağını almaqdan ötürü. Yəni, ətraflı bir aşağısı ilə tanış olaq, sonra evin içindən harca tanış olacaq. Demək, bu hissəsi, hörmətli izləyicilər, hündür boy verən, haradasa təxmini 2.42-50. 2.42-50 buranın hündürlüyüdür. Belə otaqlarına da hamıza keçmək mümkündür. 6 izolyası olunub, 40 santıdan atmalar atılıb. Bunu nəzərinizə çatdırın ki, yəni ev sahibi fundamenti vırılıb, bütün otaqlarda rahat aşağıda gəzə bilərsiniz. Bu hissəsi də qaraj hissəsidir, yəni bəyaqları çöldən çəkdiyim hissədir. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin hündürlüyü göz qabağında, ev sahibi özünə şəxsən inşələtdirib, ərazisi quru ərazidir, gördüyünüz kimi, tozlu, heç bir nəmişlik yoxdur, quru ərazidir. Yəni, nəmişliyin qətiyyən yoxdur. Həyətinə də rahat bir maşın daxil ola bilər. Qarajla bir yerdə 2 maşın. Yəni, rahat daxil ola bilər. Keçən indi evin içi ilə tanış olaq. Rahat evin hündürlüyü bir 10-12 daş olar. Yəni, bunu nəzərinizə çatdırım. Buradan giriş hissəsidir. Daxil oluruq evin içinə. Girən kimi, burada hazır, yəni pləkanla çıxırıq. Əqqabları zaten qoymaq üçün ev sahibi burada belə bir şərait yaradıb. Qalxırıq belə hündür bir kürsülü evdir. 4 otaqdır. Demək, sağ tərəfdə burada bir geniş yataq otağıdır, 15 kvadrat olar. Gördüyünüz kimi. Təmirlərin normal qaydasında yaşayışlı bir evdir. Solda qonaq otağıdır. 3.50-nin haradasa təxmini deyim, 30-un 3.50-nin 6 metriyə qonaq otağıdır. Gördüyünüz kimi də qonaq otağıdır, təmiri normal yaşayışlı evdə hal-hazırda, yəni evin demək olar, alıb rahat yaşamaq olar. İndi kim istəsə zövqünə görə aboyları dəyişə bilərlər. Amma hal-hazırda ev yaşayışlı evdir, təmirdə qaydasındadır. Gördüyünüz kimi, burada bir otaqdır, uşaq otağıdır. Sonda, sağda bir 16 kvadratlıq bir yataq otağıdır. Pəncərələrindən də tam rahat evin içinə işıq düşür, hörmətli izləyicilər. Ev havalı evdir, bunu da nəzərinizə çatdırın. Ən axırda burada ev sahibi mətbəxi arxaya yerləşdirib. Rahat pəncərəsindən də tam rahat işıq düşür. Kim istəsə qabağa atdıra bilər. Yəni qabaqda bir otaq var, atdıra bilərlər. Sadəcə ev sahibinin zövqünə uyğun bura yerləşdirir. Burada bir normal bir 12-14 kvadratlıq bir mətbəxdir. Sonda da dəhlizdir. Dəhlizin sonunda da sanuzeldir. Sanuzelin də təmiri qaydasında, aksesuarlar hamısı qaydasında səliqəli bir evdir. Gördüyünüz kimi də təmiri burada, yəni qaydasında. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmana köməklik göstərə bilərik. Demək, YouTube-da, Instagramda, TikTok-da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, zəng vuran zaman kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bunda nəzərinizə çatdırım. Demək, evin sənədi demək, qeydiyyat olacaq, damaboy, yəni köhnə adres ünvanlı kimi nəzərdə salırıq ki, yəni belə bir sənəd olacaq. Bunda nəzərinizə çatdırım. Qiyməti də, hörmətli izləyicilər, 90.000 start qiymətdir, 90.000. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü ev sahibi deyəcək. Marşrutdan 20 yanvara işləyən marşrut, 142 nömrəli marşrutdan 20-30 metr məsafədə yerləşir. Yollar marketlərə, məktəblərə yaxın ərazidir. Burada belə bir əldamı kimi ev sahibi burada belə bir artıq əşyalar yığmaq üçün belə bir şərait düzəldib.
Yenə qeyd edirəm, 90.000 start qiymət. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.